Bismillah. 3 bürc üçün fürsət qapısı açıldı. Bu dövr sadəcə bəxt deyil, həm də xeyriyyəçi portallarının açıldığı vaxtdır. Siçan, pələng və meymun ilində doğulanlar üçün çətinliklərini buxarlanacağı bir müddət başlayır. Siçan ilində doğulanlar üçün qarşıdakı 48 saat maliyyə və iş maneələrinin açılması üçün mükəmməl fürsətdir. Şans sizə gülümsəyəcək, siz ona getməlisiniz. Sizə kömək edəcək şəxs uzaqda deyil, o artıq telefon rəhbərinizdə olan və birlikdə işlədiyiniz biridir. Sadəcə bir salam və ya qısa müraciət gözlənilməz qapıları aça bilər. Pələng ilində doğulanlar üçün bu müddət nüfuzlu və güclü şəxslərin dəstəyini vəd edir. Hər şeyi özüm həll edərəm inadından əl çəkməlisiniz. Əgər divar hördüsəniz, xeyriyyəçilər geri çəkiləcək. Narahatlıqlarınızı açıq şəkildə paylaşın. Aylarla davam edən böhranlar bir kiçik tövsiyə ilə saniyələr içində yox ola bilər. Meymun ilində doğulanlar üçün ünsiyyət şansının pik nöqtəsidir. Təsadüfi bir söhbət həyatınızı dəyişəcək vacib bir informasiya çevrilə bilər. Gələcək yardım həmişə nağd pul deyil, sizi irəli aparacaq qızıl məlumat ola bilər. Ehtiyaclarınızı nə qədər net və aydın ifadə etsəniz, dəstək alma şansınız o qədər artacaq.